başlayacağım. Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə 3 may tarixində keçirilmiş imtahandan məntiq suallarının izahını verəcəm. İlk öncə başlayaq 41-ci sualdan izaha. Bugün həftənin bazar günüdür. 243 gün sonra həftənin hansı günü olacaq? Təbii ki, biz burada ilk öncə 243 günü həftəyə çevirməliyik. Həftəyə çevirmək üçün də 7-yə bölürük. 3 dəfə 21, 3 33-də 7. 4 dəfə 28, qalır 5. Yəni 243 gün, 34 həftə, 5 gün deməkdir. 34 həftə keçməklə, yəni bugün bazardır. Bazarın üzərinə 34 həftə gəlməklə bir dəyişiklik olmayacaq. Yenə həftənin bazar günü alınacaq. Çünki tam şəkildə həftə keçdikdə həftənin günü dəyişməz. Amma burada qalıq qalan 5 gün təsir edir. Yəni 34 həftədə dəyişiklik olmur, amma üzərinə 5 gün gəldikdə düşəcək həftənin elə 5-ci gündə, yəni cüməyə. A variantı. Daha sonra keçirik 42-ci suala. Telman sıranın əvvəlindən 13-cü, Sadiq sıranın sonundan 9-cu adamdır. Onların arasında 4 nəfər varsa, sırada ən az neçə nəfər var? Baxın, 2 nəfərin adı çəkilir. Sadiq və Telman. Birinin əvvəldən, digərinin isə sondan neçənci olduqları vurgulanır. Biz bu tip məsələlərdə ən az tapanda demişik ki, sıra nömrələrini toplayırıq. Sıra nömrələrimiz 13 və 9-dur. Aradakı nəfər sayı 9-u çıxırıq və əlavədə 2 çıxırıq. Bu çıxdığımız 2 ilə bu Sadiq və Telman 2 nəfərin ikisidir. Bu da eləyir 16. Bir dəqiqə. 4-dür aradakı nəfər sayı bunu bir dənə düzəldək. Aha. 13 ilə 9 topladıq. 22, 22-dən 4-ü və 2-ni çıxdıq elədi 16. B variantı. Daha sonra keçid edək digər suala. 43-cü suala. Deməli, deyir, Ləman 7643 ədədinin 3 ilə hasilini hesablamalıdır. Amma həmin bu ədəd daxil eləyərkən 6 düyməsinin əvəzinə 5, 4 düyməsinin də əvəzinə neyiniyib? 4-ün də əvəzinə 7 yazıb. Deməli, bunu hesablamalıydı, bu ədədi hesablayıb. Bunların fərqini tapmalıyıq. Çünki biri o birindən neçə vayda az olacaq. Biz bunu rahat hesablamaq üçün, baxın, gəlib mən bunları bir-bir vurub hesablamıram. Çünki ortaq məxrəci çıxararaq yazsaq daha rahat olacaq. Hər ikisində 3 olduğuna görə 3-ü atıram qabağa. Və daha sonra 7643 çıxılsın 7573. Eləyəcək 3 vur 70 210. Doğru cavab variantımız olacaq A variantı. Daha sonra keçək digər suala, 44-cü suala. 11 şahmatçı arasında yarış keçirilir. Hər bir şahmatçı digərlərinin hər biri ilə bir dəfə oyun keçirərsə, cəmi neçə oyun keçirilər? Yarış məsələlərində, oyun məsələlərində, salamlaşma məsələlərində bizim ümumi düsturumuz var. N vur, N çıx 1 böl 2. 11 nəfər olduğuna görə 11-i vururuq ona, bölürük 2-yə. Yəni düsturda N-in yerinə 11 qoyduq. Bu da bizə verəcək 55-i. C variantı. Keçək növbəti suala. Məsələn, şərtini oxuyaq. 6 balıqçı hər biri fərqli sayda və ən az bir dənə olmaqla ümumi 50 balıq tutmuşdur. 6 balıqçı deyir. 1, 2, 3, 4, 5, 6-nı burada qeyd edək. Baxın, hər biri fərqli sayda deyir. Baxın, hər biri fərqli sayda və ən az bir dənə olmaqla. Ən çox balıq tutan şəxsin ən çox nə qədər tuta biləcəyi soruşulur. Ən böyüyün ən çoxudur bu. Digərlərinə ən az verməliyik. Ən azı bir dənə olduğuna görə hansısa birinə 0 vermək olmaz. 1 verdikdən sonra ən az fərqli olsun deyə 2, növbəti 3, 4, 5. Bunların cəmini tapıram. 1, 2, 3, 4 və 5-i toplayırıq.
15. Ümumi hamısının sayı 50 idi. 50-dən 15-i çıxırıq. 35 D variantı. Yəni ən böyüyün ən çoxu ola bilər 35. Daha sonra 45-dən sonra keçirik D variantı 46-cı suala. Vüqar pilləkən pillələrini 2 çıxarsa, 2 çıxarsa 1, 4 çıxarsa 3 pillə artıq qalır. Pillələrin sayı 2 rəqəmli olduğuna görə ən çox neçə pillə var? Deməli, uşaqlar 2 çıxanda, yəni 2-yə böləndə qalıq 1 qalmalıdır. daha doğrusu 4 çıxarsa, yəni 4 çıxanda qalıq 3. Yəni 2-yə böləndə qalıq 1, 4-ə böləndə qalıq 3 qalmalıdır. Bunu variantları yoxlayaraq da qeyd etmək olar. Amma mən sizə bu tip məsələlər üçün ümumi bir yol da demək istəyirəm. Baxın, 2-yə böləndə qalıq 1. 2 və 1-in arasındakı fərq nədir? 1. 4-ə böləndə qalıq 3. 4 və 3 arasındakı fərq də 1-dir. Belə hallarla rastlaşdıqda biz nə edirik? Birinci 2-yə və 4-ə bölünən ən böyük ədəd tapırıq. 2 rəqəmli. 2-yə və 4-ə bölünən 2 rəqəmli ən böyük ədədimiz 96-dır. Amma uşaqlar 96 ilə yazsaq cavabı səhv tapacağıq. Niyə? İndi görəcəyik. Baxın. 2-yə və 4-ə bölünən 96 da var. 96-dan böyük 100 də var. Hər ikisində eynidir. Baxın, fərq eynidir. 2 ilə 1-in fərqi 1. 4 ilə 3-ün fərqi də 1. Hər ikisi eynidir. Eyni olduqda həmin bax bu fərqi bunların bölündüyü ədəddən çıxmaq olar. Baxın, 96-dan biri çıxıb 95-də deyə bilərəm. Yəni bu şərt ödəyir. 100-dən 1 çıxıb 99 da deyə bilərəm. Bu da ödəyir. Baxın, 100 özü 3 rəqəmli olsa da, 1 çıxanda aldığımız cavab 99 2 rəqəmlidir. Yəni biz cavabı 95 yox, 99 götürəcəyik. Bunu başqa cür necə yazmaq olardı? Variantları yoxlamaqla da yazmaq olardı. Məsələn, variant bizdən ən çox soruşulduğuna görə ən böyük variantımız olan 99-dan başlayardıq yoxlamağa. Baxardıq 99-u 2-yə böləndə qalıq 1 qalırmı? Bəli, qalıq 1 qalır. 99-u 4-ə böləndə qalıq 3 qalırmı? Bəli, qalır. Deməli, düz tapmışıq, elə cavab D variantıdır. Növbəti suala keçid eləyək. 47. Sağdan soldan oxunduqda eyni ədədi əldə etmək üçün bu ədəddən ən az neçə rəqəm silmək lazımdır? Gəlin burada qələmin rəngini biraz dəyişək. Baxın, biz bilirik ki, sağdan soldan oxunduqda eyni olan ədədlər palindrom ədədlərdir. Və palindrom ədədlərdə baxın, bu əgər 3 ilə başlayırsa 3 ilə də bitməlidir. Amma burada nə verib? 6 verib. Deməli biz burada 6-nın üzərindən mütləq xətt çəkməliyik. 6-nın üzərindən gələk xətt çəkək. Baxın, 3 ilə başlayır, 3 ilə bitir. 9, 9. İndi burada 5 artıqdır. 5 olmasa 9 ilə 9, deməli 8 ilə 8 və 5 ortada qalacaq. Yəni bir dəyişiklik olmayacaq. Yəni biz burada 5-i və 6-nı silməliyik. 2. Daha çox rəqəm silməklə də təbii ki, buna nail olmaq olardı, amma bizdən ən az soruşulduğuna görə biz daha az rəqəm silməklə buna nail olmağa çalışdıq. Ən aşağısı 2 dənə rəqəm mütləq silmək lazımdır. 48-də üzərində 1-dən 13-ə qədər ədədlər yazılmış 13 ədəd kart qarışdırılır. Fuad bu kartlardan 4-ünü seçib açır və üzərindəki ədədləri toplayır. Fuad neçə müxtəlif cəm ala bilər? Uşaqlar, bu tip məsələlərdə nəyə diqqət edirik? Bu tip məsələlərin asan yolu var. Birinci baxırıq ki, ədədlərimiz, baxın, bir-bir artır. Hamısının arasında bir vahid fərq var. Belə hallarla da rastlaşdıqda deyirik ki, baxın, neçə kart lazımdır bizə? Bu kartlardan 4-ünü, yəni biz 1, 2, 3, 4, ən balaca 4 dənəni götürürük. İndi sual yarana bilər ki, niyə eyni götürmədik? Uşaqlar, kartların hərəsindən bir dənədir. Baxın, 1-dən 13-ə qədər 13 dənə ədəd var.
və bizə deyir ki, 13 ədəd də kart var. Deməli, hər kartın üzərinə 1-dən 13-ə qədər ədədlərin hərəsi bir dəfə yazılmalıdır ki, bu 1-dən 13-ə qədər ədədlər hamısı yazılmış olsun. Həm də biz bunu şəkildən də görürük. Bunların cəmi eləyir 3, 6, 10. Yəni hər kartdan bir dənə olduğuna görə burada təkrarlanmadan söz gedə bilməz. Sonra onu göstərdikdən sonra kartlar bir-bir artdığına görə cəmlər də bir-bir artacaq. Yəni mən istəsəm 11 də düzəldə bilərəm. Məsələn 1, 2, 3 və 5. Baxın 11-i verir. Həqiqətən 11 alırıq buradan. İstəsəm 12-ni də düzəldə bilərəm. Məsələn, toplamlardan birini bir vayda artıracağım. 1, 2, 3, 6. Baxın, 12-ni verir. Demək ki, bu hara kimi gedəcək belə bir-bir arta-arta? Ən çox nə ala bilərəm? Ən böyük 4 dənədən 10, 11, 12 və 13. Cəmləri eləyir. Deməli, 10 ilə 11, 21, 12 ilə 23 də 25 cəmləri eləyir 46. Deməli, 10-dan 46-ya kimi bütün qiymətləri yaza bilərik. Bəs yaxşı, 10-dan 46-ya kimi nə qədər ədəd var? Say necə tapaq? 46-dan 10-u çıxırıq. Mütləq şəkildə çıxdıqdan sonra üzərinə 1 gəlmək lazımdır. Çünki ilk ədəd 10, son ədəd 46, hər ikisi də götürdüyümüz ədədlərin içərisində daxildir. Yəni, onların hər ikisi aid olduğuna görə mütləq üzərinə 1 gəlmək lazımdır. B variantı. Növbəti sual 49. Bir odunu 5 hissəyə, 5 bərabər hissəyə bölmək üçün 28 dəqiqə vaxt sərf olunur. Həmin odunu 12 bərabər hissəyə bölmək üçün nə qədər vaxt sərf olunacaq? Biz bilirik ki, vaxt kəsməyə sərf olunur. Mütləq şəkildə bu 5 hissəni kəsmə çevirmək lazımdır. 5 hissə 4 kəsim deməkdir. 4 kəsimdən işləyəcəyik. Bizdən soruşulan 12 hissəni də mütləq kəsmə çevirmək lazımdır. 11 kəsim. Baxın, qıraqdan yazaq. 4 kəsimə nə qədər vaxt sərf olunur? 28 dəqiqə vaxt sərf olunur. Deməli, bir kəsimə 7 dəqiqə vaxt sərf olunacaq. Mənə lazım olan 12 kəsimdir. Onda 12 kəsimə 12 vur 7. Bizim burada hesab səhvimiz olmadı. Bir dənə baxaq. Bir dəqiqə. 12 kəsim yox, 11 kəsim yazmışıq. Burada 11 yazdım. Yazmalıyıq. Hə. 11 kəsimə də 11 vur 7. Yəni 77 dəqiqə. D variantı. Daha sonra keçək digər suala. Lövhəmizi silək. 50. Ardıcıl 36 ayda ən çox neçə dəfə bilik günü, yəni 15 sentyabr qeyd edilə bilər. Uşaqlar, biz bilirik ki, bilik günü, yəni 15 sentyabr ildə bir dəfə olur. Yəni hər 12 ayda bir dəfə olur. Sadəcə bizdən ən çox soruşulduğuna görə biz elə 15 sentyabrdan başlayırıq. Yəni ayın 15-dən 15 sentyabrdan başlasaq 12 ay keçir, yenə 15 sentyabr. 12 ay keçir, yenə 15 sentyabr. Bax 12, 12. Yenə 12 ay keçir, yenə 15 sentyabr. Baxın, 36 ay oldu. Bəs yaxşı, bilik günü, yəni 15 sentyabr neçə dəfə var burada? 1, 2, 3, 4 dənə. Deməli, 4 olacaq bizim cavabımız. Keçək növbəti suala. 51. Nədir məsələnin şərtini oxuyaq? Yusif 11 addım irəli, deməli, irəli 11 addım atır. Geri isə 4 addım atır. Bunları qıraqdan qeyd edək.
Aha. İndi deyir ümumi 75 addım atıb. Ümumi nə qədər addım atır? Bir periodda 15 addım atır. Yəni hadisə bir dəfə tam şəkildə baş verdikdə, irəli geri getdikdə 15 addım atır. 75 addım atması üçün 75 böl 15. 5 period keçməlidir. Yəni hadisə 5 dəfə təkrarlanmalıdır tam şəkildə. Durduğu yerdə neçə addım irəli getmiş olar? Bir periodda 11 çıxılsın 4. 7 addım qabağa gedirsəm, 5 periodda da 5 vur 7. 35 addım qabağa gedəcək. İrəliləmiş olacaq yəni. B variantı. Daha sonra keçək digər suala. 52. Nə deyir 52-də? Mağazada qiyməti eyni olan kitablar satılır. Misal eyni 12 kitab alarsa 2 manat pulu artıq qalar. Eyni 14 kitab alarsa 6 manat pulu çatmaz. Misal neçə manat pulu var? Uşaqlar bir kitabın pul qiymətinə bizə burada mütləq bir kitabın qiyməti lazımdır. Bir kitabın qiymətini bilmədiyimizə görə ona x manat deyək. 12 kitaba 12x qədər pul. 2 manatda pul artıq qalsa, deməli özündən əlavə manat pul bu vüsalın puludur. Həmçinin deyir 14 kitab alarsa, 14 kitabın pulu nə qədər eləyir? 14x. Amma 6 manata çatmır. Yəni 14 kitabın qiymətindən 14x-dən 6 manat azdır pulu. Bu da vüsalın pulunu ifadə eləyir, bu da vüsalın pulunu ifadə eləyir. Demək ki, bunları bir-birinə bərabərləşdirmək lazımdır. 12x üstə gəl 2 bərabər 14x çıx 6. 14x-dən 12x çıxanda 2x, 2 ilə 6-nı toplayanda 8. X bərabərdir 4. Mən uşaqlar x-in qiymətini tapmışam. Yəni kitabın qiymətini tapmışam. X kitaba demişik. Bizə Vüsalın neçə manat pulu olduğu soruşulur. Vüsalın pulu burada da gətirib yerinə qoymaq olar. Burada da hər ikisi Vüsalın puludur. Hansı daha rahatdır hesablanmaq cəhətdən onu da gətirin yerinə qoyun. Burada gətirib yerinə qoysam 12 vur 4 üzərinə 2 eləyəcək 50, yəni A variantı. Sonra digər suala keçirilək 53-cü suala. Hasili 63 olan 2 natural ədədin cəmi ən az neçə olar? Ən az. Hasil verilib uşaqlar 2 natural ədəd deyir özdən. Baxın, hasildən cəmə gedəndə cəmin ən az olmağını istəyiriksə, bu tip məsələlərdə həmişə ədədlər ya bir-birinə yaxın götürülür, ya da bir-birindən uzaq götürülür. Misal üçün, baxın, hasili 63 eləyən 1-dən 63 də var. Natural ədəd. 3 ilə 21 də var, 7 ilə 9 da var. Başqa natural ədəd yoxdur. Ancaq bunlardır. Burada 1 və 63 üçün cəmlərini tapsaq, cəmləri 64 eləyir. 3 və 21 üçün tapası olsaq, 24 eləyəcək. Burada tapası olsaq, cəmləri eləyəcək 16. Təbii ki, ən balaca hansıdır? 16. Yəni nə gördük? Bir-birinə yaxın olanlar bizə ən azı verdi. Yəni biz bu sualla qarşılaşdıqda heç əslində 3 ilə 21-i burada yoxlamaya da bilərik. Ya ən uzağı 1 ilə 63-ü, bir də ən yaxın 7 ilə 9 yoxlamaq kifayət eləyir əslində. Əlli 4. Rəfdəki kitablar qutulara 5-5 yerləşdirilsə 20 kitaba qutu çatmaz. Onun yerləşdirilərsə 3 qutu boş qalar. Uşaqlar, qutuların sayı bizə lazımdır. Qutuların sayına gəlin deyək x. Qutuların sayına x desək 5-5 yerləşdirilibsə 5x. 20 kitaba qutu çatmayıb. Deməli, uşaqlar, bu nə deməkdir? Yəni 20 kitab kənarda qalıb. Onları qoymaq üçün qutu qalmayıb. Qutular hamısı dolub. Qutular hamısı dolduğuna görə x dənə qutu hər birinə 5-5 yerləşdirmişik. 5x və əlavə qıraqda qalan 20 dənə kitab. Bu mənim bütün kitablarımın sayını verir. Yəni rəfdəki bütün kitabların sayını verir. Həmçinin deyir ki, 10 yerləşdirilsə 3 qutu boş qalır. 3 qutu boş qalırsa, yəni neçə dənə qutu doldu? X çıx 3. Bunu buradan silək. Vurulsun, deməli 10. Niyə 10-a vurduq? Çünki 10 yerləşdirilsə 3 qutu boş qalar deyirdim. Bu da kitabların sayını ifadə edir, bu da kitabların sayını ifadə edir uşaqlar. Bunları nə edirik? Bərabərləşdiririk. Yəni yazırıq 5x üstə gəl 20.
Bu mötərizəni vurub açıb birbaşa yazmışıq. Hesablasaq 10x-dan 5x çıxanda 5x 20 ilə 9-u toplayanda 50. Bizdən nə soruşur? Rəddəki kitabların sayını soruşur. Biz amma qutuların sayını tapmışıq. Gətirib yerinə qoyacağıq. Ya burada qırmızı ilə göstərim. Ya burada yerinə qoyacağıq. Burada. Ya da gətirib burada yerinə qoyacağıq. Hansı rahat gəlir onu da fərq eləmir. İkisi sonsuz bir-birinə bərabərdir. Burada rahat mənə yoxlamaq. 5 vurulsun 10, 50 üzərinə 20, 70. B variantı. Növbəti suala keçid edək. 55-dədir. Fərhad fikrində 4 müxtəlif rəqəm tutur. Bu rəqəmləri toplayıb 6-ya vurur. O, aşağıdakılardan hansını əldə edə bilməz? Uşaqlar, 4 dənə müxtəlif rəqəm deyirsəm, bizim ən böyük 4 rəqəmimiz 9, 8, 7, 6-dır. Və bunların cəmi bizə verir 30-u. Yəni, ala biləcəyimiz ən böyük cəm 30-dur. Çünki 4 müxtəlif rəqəm deyir. Ən böyük 4 müxtəlif rəqəm də bunlardır. Ən böyük 30, 30-dan böyük mümkün deyil cəm almaq. Və bunu da deyir 6-ya vurur. Biz 30-u da 6-ya vursaq 180 alırıq. Yəni 180-dən böyük mümkün deyil. Hansını əldə edə bilməz? 198-ə baxın 30, 180-dən böyük. Heç də digərlərini yoxlayıb vaxt itirməyə dəyməz. Çünki artıq biz doğru cavab variantını tapdıq. Növbəti suala keçid edək. 56. Birdən 20-yə qədər ədədlər artan sırayla yazıldı. Artan sırayla yazıldısa uşaqlar. Deməli 1, 2, 3, 4, 5, 6 bu şəkildə gedir ta 20-yə kimi. Sonra tək yerdə duran ədədlər silindi. Tək yerdə duran ədədlərimiz nədir bizim? 1, 3, 5. Yəni bunlar silinəndən sonra nə olur? Nə qalır? 2, 4, 6, 8, ta 20-yə kimi. Yəni bütün nə ki tək yerdə duran ədədlər var, hamısını sildik, qaldı bunlar. Sonra nə deyir? Baxın, deyir, tək yerdə duran ədədlər silindi, qalan ədədlər yenidən artan sırayla yazıldı. Bax, qalan ədədlər bunlardır. Yenidən artan sırayla yazıram və tək yerdə duran ədədləri silirəm. Baxın, 2-ni, 6-nı, növbəti məsələn 10 var, 10-u, nə qalır? 4, 8, 4-ün misilləri qalır, fikir verin. 20 özü də 4-ün misli, 4-ə bölünür, 20 özü də qalır. Deyir, bu proses bir ədəd qalana qədər davam etdir. Yəni, mən bunu ən axırda bir dənə ədəd alana kimi davam etdirməliyəm. Yenə baxın, tək yerdə duranları silirəm. 4-ün misilləridir. Baxın, nə qalır? 8-in misilləri 8, 8, 16 və 20. Daha doğrusu elə 8, 16. 28-in misli deyil. 8-dən 16 qalandan sonra yenə hələ 2 dənə ədəd qalır. Baxın, bir ədəd qalana kimi davam etdirmək lazımdır. Birinci yerdə duran ədəd 8-i silirəm. Nə qalır? Sadəcə 16 qalır. Yəni doğru cavab variantı olacaq C variantı. Maraqlı sualdır. Keçək növbəti suala. 57. Deyir ki, bu 4 rəqəmli ədədlərdir. X, Y, Z fərqli rəqəmlərdir. Və fərqin ən böyük qiyməti. Fərqin ən böyük olmağı üçün, bax, biz bu ədədi böyük, bunu isə kiçik götürməliyik. Yəni, nə qədər böyük götürmək lazımdırsa, azalan o qədər böyük, çıxılanı isə o qədər bacardığımız qədər kiçik götürəcəyik ki, fərq çox olsun. Təbii ki, indi burada ədədimiz, böyük ədədimiz X ilə başlayır. Bunları silək. Buna ən böyük rəqəmi verməyə çalışırıq. Ən böyük rəqəmimiz 9-dur. Ən kiçik rəqəm 1 də buna veririk. 0 heç birinə verənməyi, çünki heç birdə 0-dan başlamaz. Yəni 0-ı heç ağlımızdan keçirtmirik. X burada 9-dursa, başqa harda X varsa yerinə 9-u yazırıq. Harda Z varsa yerinə qiyməti bəri başdan yazırıq. Sonra yadımızdan çıxar, başqa qiymət yazarıq, sual səhv getməsin. Daha sonra nəyə baxırıq? Burada onsuz uşaqlara baxın. Y, Y. Onsuz da eynidir.
Y40-a qiymət verməyə çalışmayaq. Gəlin bunun rəngini də mən dəyişim, seçilsin. Y40-a qiymət verməyəcəm. Mən digərlərinə baxacağım. Baxın, uşaqlarda fikir yaranır ki, müəllim, deyə burada təhlikdədir, burada onluqdadır. Hansına qiymət qoyaq? Yuxarıda məqsədimiz böyük qoymaq idi. İstəyirlər ki, uşaqlar 8 qoysunlar. Deyirlər, aşağıda da var o T-yə aşağıda isə kiçik qoymaq istəyirik. Hansını qoyaq? Təbii ki, biz birinci onluqdakına baxacağıq uşaqlar. Onluq. Təhlikdənsə onluq mərtəbə qiyməti baxımından böyük olduğuna görə təhliyə baxacağıq. Çünki biz bu ədədlərin fərqini tapanda böyük ədədin, yəni bu yuxarıdakı ədədin böyük olması üçün, aşağıdakının da kiçik olması üçün ən başdakı mərtəbələrə baxırıq. Yəni biz burada birinci T-yə qiymət veririk. T-yə burada qiymət baxımından kiçik qiymət veririksə 0 verəcəyik. T sıfırdırsa burada da T var. Sıfırı yerinə yazacağıq və fərqi tapacağıq. 1, 0, 0, 8. Baxın, heç burada Y-ə qiymət vermədim mən. Çünki onsuz da çıxanda bunların fərqi 0 eləyəcək. Amma istəsəz qiymət də verə bilərik. Ürəyimiz istəyən bir qiymət verə bilərik, fərqi olmayacaq. Məsəl üçün 5 verə bilərəm, 6 verə bilərəm. Hər hansı bir qiymət. Yəni ən sonda alınan nəticədə bir dəyişiklik olmayacaq. 8001. Keçək növbəti suala. 58. Otelin bütün otaqları 5 nəfərlikdir. Bu otelə eyni anda ən çox 75 nəfər yerləşdirilə bilir. Hal-hazırda otelin 10 otağı tam dolu olduğuna görə neçə otaq boşdur? Uşaqlar, dolu deyirsə, deməli yerdə qalanlar biz tam boş nəzərdə tutacağıq. Çünki özü deyir ki, 10 dənəsi doludur. Və 75 nəfər yerləşdirilə bilirsə, 75-i biz 5-ə bölürük. Bütün otaqların sayını tapırıq 15. 15 otaqdan 10-u doludursa, yerdə qalanlar deməli boşdur. 5 dənə otaq. Yəni burada yarıya kimi dolub, tam dolmayıb söhbətini bizi maraqlandırmır bu tip məsələlərdə. Çünki ondan ümumiyyətlə heç söhbət getmir. 5 dənə otaq boş olacaq. A variantı. Növbəti. Bunu silək. Təmizlək. Aha. 58. Deməli deyir ki, lövhəyə 4 ardıcıl natural ədəd yazılıb. Bu ədədlərdən biri silinərsə, qalan ədədlərin cəmi 38 olar. Silinən ədədin rəqəmləri cəmi neçədir? 4 ardıcıl ədəd x, rəngini dəyişək bir dəqiqə. Qara ilə yazaq. 4 ardıcıl ədədimiz x, digəri x üstə 1, digəri x üstə gəl 2, digəri x üstə gəl 3. Hər hansı biri silinərsə, bilmirəm hansı silinib. Məsəl üçün x silinibsə, yerdə qalanların cəmi 3x üstə gəl 6 bərabər 38-dən hesablasan, x-in qiyməti uşaqlar tam bir qiymət olmur. 32 3-ə bölünmür. Axı bizə natural deyirdi. Biz buradan x-in qiymətini natural almırıq. 32 3-ə bölünmür. Demək ki, birinci ədəd deyil silinən ədəd. Nə edirik? İkinci ədədi yoxlayırıq. İkincini yoxlayaq. Məsəl üçün, x çıx 1-dir silinən ədəd. Onda yerdə qalanları toplayanda x-ı x üstə 2, x üstə 3 toplayanda 3x üstə 5, 38, 3x bərabər 33, x bərabər 11. X 11-dirsə, deməli, aldıq qiyməti. Deməli, bu doğrudur. Digərini yoxlayaq. Yəni, bu hala baxası olsaq, 12. Yəni, sinə ədədimiz 12 daha doğrusu. 12-nin də rəqəmləri cəmi lazımdır bizə. Çünki sinə ədədinin rəqəmləri cəmini istəyir. Bu da eləyir 3. Baxın, x-in qiymətini 11 tapandan sonra gətirdik yerinə qoyduq ki, həmin o sinə ədədin özünü tapaq. O da bizə verdi 3-ü. C variantı. Növbəti. 60. Sonuncu sual. Murad və Fərid eyni boydadır. Kənan Muraddan qısadır, Xəyal isə Lalədən qısadır. Lalə ilə Kənan eyni boyda olarsa ən qısa boylu olan kimdir? Bu tip məsələləri yazdıqda daha rahat olur. Yəni deyilənlərə uyğun. Məsələn, deyir Fuadla, daha doğrusu Muradla Fərid eyni boydadır. Yazaram Murad, Fərid eyni sırada, yəni bunlar eynidir. Kənan Muraddan qısadırsa Kənanı aşağıda yazaram.
Amma baxın tam aşağısında yazmayın ki, bilmirik ki Muradla Kənan arasında kimsə var ya yox. Ona görə biraz məsafə qoymaq lazım. Çünki məsələnin gedişatında başqa bir məlumat verilərsə qeyd edə bilək. Xəyal Lalədən qısadır. Xəyalla Lalənin adı burada yoxdur deyə, bax burada yoxdur deyə. Onları gəlin kənardan qeyd eləyək. Xəyal qısadır Lalədən. Deməli, xəyal aşağıdadır. Lalə yuxarıdadır. Yəni uzunları, böyük olanları yuxarıda qeyd edirəm. Və deyir, Lalə ilə Kənan eyni boydadır. Deməli, Laləni yazacağım Kənanın yanına ki, eyni boydadılar. Xəyal da Lalədən qısa olduğuna görə xəyal da düşəcək aşağı. Və biz burada artıq görürük ki, ən qısa olan kimdir? Ən qısa boylu. Xəyal. A variantı. Bu qədər uşaqlar. Sağ olun.